Dünən Fəvvarələr meydanında keçirilən Soyuq Əllər İsti Ürək Xeyriyyə yarmarkasındakı köşklərdən birində yanğın baş verib. İlk araşdırmalara görə, yanğın qurumuş yağ qalıqlarının qısa qapanmasına görə başlayıb. Su tökülən zaman isti yağla suyun reaksiyası alovu gücləndirib. Yanğın operativ şəkildə təxminən 15 dəqiqə ərzində söndürülüb. Hadisə zamanı səhhətinə ziyan dəymiş bir nəfər tüstüdən zəhərlənmiş və xəstəxanaya aparılıb. Amma bu Bakıda son yanğın deyil. Yaxın günlərdə Nəsimi rayonunda çoxmərtəbəli binada başlayan yanğın da söndürülüb. Partlayış yayılmadan Fövqəladə Hallar Nazirliyi hadisəyə müdaxilə edib. Həmçinin Yasamal və Məcidov küçələrində, küçə obyektlərində və mağazalarda baş verən yanğın hadisələri ictimaiyyətin diqqət mərkəzində olub. Nəticə budur ki, Bakı sakinləri üçün bu tip xəbərlər xatırladır ki, şəhərin müxtəlif nöqtələrində təhlükəsizlik tədbirləri mütləq olmalıdır. Qısa qapanma, yağ qalıqları və ya digər texniki səbəblər gözlənilməz anlarda ciddi fəsadlar verə bilər. Belə hadisələr peşəkar nəzarət və vətəndaşların diqqəti ilə azaldıla bilər.